Salam. Bu bizim Hüseyndir. Hüseyin bugün benim yanıma gəlir və şikayət edir ki, müəllimə, siz ev tapşırığını çox verirsiniz. Biz də qərarı aldıq ki, uşaqlarla müzakirə eləyək, ev tapşırığı çox olmalıdırmı? Ümumiyyətlə olmamalıdırmı? Və yaxud az olmalıdır, normasında olmalı. Hə Hüseyin, uşaqlardan soruşaq görək, uşaqların barədə nə fikirləşirlər? Biz də bu mövzunu 3V sinif şagirdləri ilə dedik ki, müzakirə eləyək görək, ev tapşırığı çox olmalıdırmı, yoxsa az olmalıdır? Deməli, belə iki qrupa ayrılmışıq, əleyhinə olanlar və ev tapşırığının çox olmasının leyhinə olanlar, yəni razı olanlar. Əleyhinə olanlar, ev tapşırığının çox olmasına əleyhinə olanlar fikrini müdafiə edənlər sırasında Mövsünova Mələk, Səmədova Asiyə və Mahmudlu Fatimədir. Ev tapşırığını çox olmasına razı olanlar, fikrini müdafiə edənlər Hüseynzadə Kübra, Murtuzayeva Zəhra, Telman Əmirov və Kənan Cəbrailov. Buyurun uşaqlar, siz fikrinizi müdafiə edin, fikirləri müdafiə edin, biz isə sizi gözləyirik. Sizin... Mən ev tapşırığının çox olmasından narazıyam. Məncə, dərslər, ev tapşırıqları az olsa, uşaqlar dərslərə həvəslə yanaşacaqlar. O dərsləri daha çox başa düşəcəklər. Məncə, ev tapşırığı çox olmalıdır. Çünki uşaqlar evdə ev tapşırığını eləyəndə mövzulara daha yaxşı mənimsəməsinə kömək edir. Aha, sən belə düşünürsən ki, ev tapşırığı çox olsa, uşaqlar ev tapşırığını evdə işləyəndə daha yaxşı mənimsəyəcəklər. Buyur, Asiyə, sənin fikrin? Məncə, ev tapşırığı az olmalıdır. Aha, niyə görə? Bəzi uşaqlar ev tapşırığı çox olanda sıxılırlar. Aha, sıxılırlar. Səncə bizim sinifdə ev tapşırığı çox olanda sıxılan kimdir? Məncə Zəhra. Zəhra sıxılır ev tapşırığı çox olanda. Hə Zəhra, de görüm yaxşı, amma Zəhra əleyhinə deyil, əleyhinədir. O fikri müdafiə eləyəcək. Səncə Zəhra, nəyə görə ev tapşırığı çox olmalıdır? Təsəvvür edin ki, Aha. sizə dərsi başa salın və siz o dərsi yadınızdan çıxarmısınız və evə gedirsiniz. Oyun oynamaqdansa kitabınızı açıb o dərsi təkrarlamaq lazımdır. Çünki sabahdan dərsə gələndə o dərsi yadından çıxır və müəllimə deyəcək ki, mən dünənlərin sizə nə qədər dərs başa salmışam. Sənədə, yəni ən çoxunu sənə başa salmışam. Sən demişdin ki, mən başa düşmüşəm.